Mənim indiki dövrə olan məsləhətim budur ki, qonşumuzda bir ev var idi, 5.000 dollara satılırdı, indi 50.000, 100.000 qiyməti. Yəni mən bunları nə dərəcədə ölçmüşəm və mənim bu yastığım nə dərəcədə böyükdür ki, məni qoruya bilsin. Torpaq, ev, torpaq, ev, torpaq, ev. Onlar öz cibindəkiləri düzgün yerə yatırım eləsələr, müştərilər bol, mən də açıb partladacam. Nəticədə olur, bir yerə 10 nəfərin girib çıxmağı, bu gənc eksperiment etmək istəyənləri görmədikcə, əgər hansı sahəni öyrənmək istəyirsənsə, əmlak sahibi buradan qazanır. İşini bilməyənlər, pulunu biznesə yatırıb batıranlar düzgün bir nöqtəyə gələcək. Yəni, bu işi görənlər heç vaxt uduzmuyor. Düşünürsünüz ki, mənim arxada bir 20.000, 50.000, 100.000, 500.000 var. Yaxşı maaş alıram, atamdan pul qalıb, hansı evimi satıram. Biznesə girişim, biznesdən pul qazanıram. 2 çağırışım var. Əmlak sahibləri, obyekt sahibləri icarə haqlarını qaldırmağa başlayırlar. Peşəkarlıq qalır arxa sırada. Burada hamı qazanır. Bu hər zaman o demək deyil ki, onların vəziyyəti yaxşıdır. Hal-hazırda eksperimentin vaxtı deyil. Biznes fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə, biraz dərindən düşünün. Daşınmaz əmlak sferasında müəyyən addımlar atmağa başlamışıq. Daşınmaz əmlak üzrə məsləhətçiyəm. Pulunuzu bilmədiyiniz sahəyə deyil, düzgün şəkildə əmlaka, torpağa, gələcək layihələrə yatırsanız, çox sağ olun, təşəkkür edirəm, hər kəsə uğurlar.